Əşi, qoyun bir qurtum çayımı için. Azərbaycan deyəndə ilk ağla gələnlərdən biri də çaydır. Amma bizim çay içməyə adətimiz də fərqlidir, özəldir. O çay armudu stəkanda içiləndə həm dadı, həm də anlamı dəyişir. Armudu stəkan Azərbaycanda çay dəstgahının tərkib hissəsidir. Onun quruluşu və həcmi məhz çayın optimal hərarətdə və optimal həcmdə içilməsini təmin edir. Armudu quruluş çayın stəkanda gec və termomübadilə baxımından mütənasib qaydada soyması üçündür. Belə quruluşda çay səthdən başlayaraq stəkanın dibinə qədər proporsional şəkildə artan qaydada soyuyur. Stəkanın dibindəki kütlə daha isti saxlanır. Adi stəkanda isə süzüləndən bir neçə dəqiqə sonra mayenin bütün kütləsi eyni səviyyədə temperatur itirir. Çay birdən-birə tamamilə soyuyur. Armudu stəkanın bəlli həcmi təsadüfən seçilməyib. Bu çayın orqanizmə effektiv və mütənasib porsiyalarla qəbul edilməsinə xidmət edən həcmdir. Qədim samavarın buxarı, kiçik stəkanaltılar, nənələrimizin öz əlləri ilə düzəltdiyi mürəbbə hamısı birləşib bir tablo yaradır. Azərbaycan çay süfrəsi, çay dəstgahı. O çay ki, zaman-zaman şəninə bəstələr yazılıb, nəğmələr qoşulub. Bəli, xalqımıza məxsus çay dəstgahının armudu stəkansız təsəvvür etmək mümkün deyil. Nəsillərin, məclislərin, xatirələrin nişanəsidir armudu stəkan. Bəlkə də ona görə deyirlər, çay armududa içilər. Çünki bu stəkanda içilən hər qurtum bir parça vətəndir.